Xəbər verdiyimiz kimi, ötən gün Nizami rayonu Heydər Əliyev prospekti ilə Ələsgər Qayıbov küçəsinin kəsişməsində yol nəqliyyat hadisəsi baş verib. Bolt şirkətinin taksisi kənar yoldakı beton maniyəni dağıdaraq prospektin əsas hissəsinə düşüb. Qəzadan sonra sosial şəbəkələrdə sürücü 1974-cü il təvəllüdlü Anar Nəcəfovla bağlı müxtəlif iddialar irəli sürülüb. Savaş Media Azın əməkdaşı sözü gedən avtomobilin sürücüsü Anar Nəcəfovun oğlu Elvir Nəcəfovla əlaqə yaradıb. Atamın durumu çox ağırdı. Qəzadan sonra o Sabunçu xəstəxanasına yerləşdirilib. Hazırda başımız qarışıq olduğundan baş verənlərlə bağlı ətraflı məlumat verə bilməmişik. Amma bir şey deyim ki, atamla bağlı mətbuatda yayılan informasiyaların əksəriyyəti yalandı. Bolt şirkəti açıqlama yayıb ki, güya atamın idarə etdiyi avtomobilin buraxılış kartı 8 aprel tarixində ləğv olunub. Bu tamamilə yalandı. Eyni zamanda atamın avtomobili başqa şəxsin adından qeydiyyatdan keçirərək idarə etməsi ilə bağlı deyilənlər də həqiqəti əks etdirmir. Bolt şirkətini məhkəməyə verməyə hazırlaşırıq. Elvir Nəcəfov atasının ayağına elektron qolbağın hansı səbəbdən taxıldığına da aydınlıq gətirib. Atamın dələduzluq ittihamı ilə məsuliyyətə cəlb olunması barədə xəbərlər də yalandı. Onun banka borcu olub qaytara bilmədiyinə görə barəsində tədbir görülüb. Ayağına elektron qolbağın taxılması da bununla bağlıdır. Qəzanın hansı səbəbdən baş verdiyinə gəlincə isə Elvir Nəcəfov bunu atasının sağlamlıq problemi ilə əlaqələndirib. Atamın səhhətində ciddi problemlər var. Onun tez-tez su durğası tuturdu. Qəza anında da bu baş verib. Buna görə də idarəetməni itirib və məlum qəza baş verib.